Bismillahirrahmanirrahim. Allah Təbarək və Teala mübarək İsra surəsinin 84-cü ayəsində buyurur: Əuzu billah, qul kullun ya'malu ala şakilətih. Sadaqallahul aliyyul azim. Denən hər kəs öz niyyəti, əxlaqi, adətləri əsasında əməl edir. Buradakı Allah buyurur, Əla şakilətih. Şakilə sözünün mənası adət deməkdir. İmam Sadiq əleyhissalam bir hədisində şakiləni niyyət kimi məna edib, təfsir edibdir. Yəni, insanın örgəşdiyi, qazandığı səciyyələr, istər yaxşı, istər pis, mənfi, müsbət. İnsan ki, bir ömür yaşayır, hansısa adətlərə sahib olur, yiyələnir. Mənfi adətlər, pis adətlər, müsbət adətlər, yaxşı adətlər. İnsan səciyyələrə, adətlərə sahib olur. İnsanın şəxsiyyəti, ruhu formalaşır. Buna deyirlər şakilə. İnsan üçün yaranmış o adətlərə, o səciyyələrə şakilə deyirlər. Çünki insan ictimai mühitdən təsirlənir, mədəniyyətlərdən təsirlənir, insan genetikadan təsirlənir və ruhu, şəxsiyyəti formalaşır. İnsan bu sahib olduğu adətlərə və səciyyələrə əsasən rəftar edir. Quran onu buyurur. Qul kullun ya'malu ala şakilətih. Denən hər kəs öz adətlərinə, öz xasiyyətinə, öz niyyətinə əsasən əməl edir. İnsanın ruhu mühitdən, mədəniyyətdən, genetikadan təsirlənir və formalaşır. Bu ayə bizə bunu çatdırır ki, insanın rəftarı onun ruhunda olan, onun fikrində olan məsələlərdən qaynaqlanır. İnsanın rəftarı onun əxlaqi, ruhi, fikri, şəxsiyyətindən qaynaqlanır. Hər kəs nə danışır, nə iş görürsə, onun fikri, ruhi, əxlaqi, şəxsiyyətindən doğur o hərəkətlər. Ona görə Quran buyurur, ya'malu ala şakilətih. İkinci məsələ ki, ayə onu çatdırır, bundan ibarətdir ki, insanın rəftarı, əməlləri köklənir adətlərinə, xasiyyətlərinə. Buna xatir insan gərək pis adətlərə, pis xasiyyətlərə sahib olmaya gərək. İstəyirsən rəftarın, əməllərin səndən ixtiyarsız olaraq, belə deyək, avtomatik olaraq yaxşı olsun, deyir, adətlərin, şəxsiyyətin, o xasiyyətlərin gərək yaxşı ola. Bu mühüm məsələlərdir. Bir çox insanlar ki, rəftar eləyir, ümumiyyətlə demək olar ki, hamı, istər mənfi, istər müsbət, bütün insanlar bu cürdür. Yiyələndiyi xasiyyətə, əxlaqi, fikri, şəxsiyyətə əsasən, adətlərinə əsasən rəftar eləyir. Ondan rəftar, əməllər görsənir. Deyir, istəyəsən əməllərin, rəftarın gözəl olsun, yersiz hərəkət, yersiz əməlin olmasın. Deyir, lazımsız adətlərə sahib olma. Lazımsız xasiyyətlərə, lazımsız adətlərə, səciyyələrə sahib olma ki, səndən lazımsız, yersiz hərəkətlər üz verməsin. Kullun ya'malu ala şakilətih. Quran buyurur. Hər kəs öz səciyyələrinə, adətlərinə, niyyətlərinə əsasən əməl edir.